Anam, qardaş və bacılarım, salam. Sizin yazdığınız məktubu aldım. Oxuyub çox şad oldum. Görüm siz də həmişə şad və xoşbaxt olasınız. Mənim işlərim burada yaxşı gedir. Xidmətimin qutarmağına az qalıb. Tezliklə qayıdıb gələcəyəm. Bilirəm, ev işləriniz əvvəlki kimi yenə çoxdur. Eybi yox, gəlib sizə kömək eləyərəm. Məndən yaran qalmayın. Hamıya salam deyin. Əskər oğlunuz Rahib. Azərbaycan SSR, Ağdam rayonu Mahrızlı kəndi, Gülmalı və Roza Məmmədovlar ailəsinə. Gürcüstanın kommunistləri, bütün zəhmətkeşləri adından oğlunuzun faciəli surətdə həlak olması münasibəti ilə sizə dərin hüznlə başsağlığı veririk. Rahibin qəhrəmanlıq hərəkəti çox millətli ölkəmizin beynəlmiləl dostluğunun parlaq nümunəsi kimi Gürcüstan zəhmətkeşlərinin xatirəsində əbədi qalacaq. Gürcüstan KPMK-nın birinci katibi Patiaşvili, hər bir insanın həyatında elə dəqiqələr olur ki, məhz həmin anlarda insanın özünü necə aparması həm onun, həm də başqalarının taleyini həllidir. Rahib Məmmədovun adı bugün dillər əzbəridir. Onun qəhrəmancasına həlak olduğu yerdə, Gürcüstanın Çaladidi kəndində Rahib Məmmədovun adına küçə var. Kənd məktəbi də onun adını daşıyır. Rahib çox az, cəmi 20 il yaşadı. Lakin öz qısa ömrü ilə əbədiyyətə qovuşdu. Дети сделали уголок, с любовью собирали сведения о Рахибе Мамедове. Каждый год в нашей школе будет проводиться День памяти Рахиба Мамедова и проводиться спартакиада на приз Рахиба Мамедова. Rahib Məmmədovun adı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmağa layiqdir. Onun kimi oğullar yetirən Azərbaycan xalqına, vətənə layiq evlad böyütmüş valideynlərinə çox sağ olun deyirik. Su axını getdikcə güclənirdi. Elə bilirdik ki, daha köməyimizə gələn olmayacaq. Amma elə bu vaxt zirehli maşını evimizə yaxınlaşdı. Bir əskər məni qaldırıb tez maşına sarı apardı. Bu Rahib Məmmədov. O təkcə məni yox, ata-anamı da, bacımı da xilas etdi. Ailəmizdə Rahibin adı həmişə hörmətlə çəkilir. Biz onu özümüzə doğma qardaş bilirik. 1987-ci ilin qışı Gürcüstan zəhmətkeşlərini çox ciddi sınaqlara məruz qoydu. Əvvəlcə güclü qar çovğunları, sonra leysan yağışları başladı. Rioni çayı daşdı. Kəndlər, qəsəbələr su altında qaldı. Bu ağır günlərdə ölkəmizin bütün qardaş xalqları Gürcü xalqına köməyə gəldilər. Təbii fəlakətlə mübarizəyə ilk növbədə Sovet ordusunun döyüşçüləri qalxdılar. Mənim 65 yaşım var. Həyatda çox şey görmüşəm. Amma belə fəlakət görməmişdim. Hər yeri sel basmışdı. Qorxudan özümüzü itirmişdik. Əgər əskərlər köməyə gəlməsəydi, məhv olacaqdıq. Первого февраля этого года 4 машины из нашего батальона прибыли в город Пути для оказания помощи местному населению от стихийного бедствия. Водителем одной из машин был Рахиб Мамедов. Так сложились обстоятельства, что 2 машины бронетранспортера наших утонули. Условия были очень тяжелые, большая волна, сильный ветер. В частности, мне запомнился такой случай, когда нам пришлось снимать семью, и молодая женщина держала младенца на руках.
Так вот, когда мы ее привезли, уже вывезли на безопасное место, волнение или страх был до такой степени силен, что она даже не могла разжать руки, чтобы выпустить этого младенца. Что хочу сказать о Рахипе. Этот солдат действительно был солдат в самом высоком смысле этого слова. У нас выпало небольшое время перекусить, поднимались мы по тревоге, и времени на еду у нас не было фактически. Так вот, этот парень, вместо того, чтобы спокойно сесть покушать, полез под машину, готовя ее к очередному рейсу. Bütün kənd suyun altında qalmışdı. Adamlar evlərin damına, ağaclara çıxmışdılar. Rahib Məmmədov bizi ölümdən xilas etdi. Ancaq özü həlak oldu. Onun adını biz heç vaxt unutmarıq. Rahib həm də Gürcü xalqının oğludur. В этот день мы вывезли довольно много людей. Только на бронетранспортере Рахипа около 3 десятков точно спасли. Осталось сделать последнюю ходку. Погода немного успокоилась, вода начала спадать. К нам как раз подошел один гражданский, попросил съездить. Там опасный участок был, нас туда не пускали, сильное течение. Но мы посмотрели, вода, уже уровень ее значительно упал. Решили все-таки попробовать рискнуть. Поехали туда. Начали разворачиваться и попали в сильный поток воды, который вынес нас к железнодорожному мосту. На бронетранспортере находилось 8 человек, включая гражданских. У нас с огромной скоростью несло на этот мост. Водитель, Рахип Мамедов, пытался как-то выскочить, что ли, из этого потока, прислонить эту машину к дамбе. Но это ему сделать не удалось. Хотя максимально так близко он подошел к этой дамбе, что позволило люди, которые сидели на бронетранспортере, просто-напросто прыгнули туда. Таким способом остались живы. Бронетранспортер ударило сильно о мост. В люке хлынула вода в открытый. В это время машину подтянуло под мост, и Рахипа не стало. Тяжело, конечно, когда на твоих глазах гибнет товарищ. Вдвойне тяжело, если ему не исполнилось даже полных 20 лет. Хороший человек был. Ben özüm de psixolar gördüğümden ve poçtaydım. Poçta bölümden geldi keçdi, patkom qaralmış vəziyyətdə. Onu bana deyə bilməmişdi. Patkom yenə deyə bilmədi, əli ilə belə bir təhər elədi ki, gedim. Dedi ki, elə yedim. Gecəsinə də məni infak vurdu. 3 gün onun o hadisəsindən xəbərim olmuyor. Keşke o vaxtı mən elə rəd olaydım, bu işlərini görməyəydim. Nəysə, Allah heç bir adama da qismət eləməsin, göstərməsin. Cəmiyyətə gəlib gedəndən sonra 2 dənə məktubu gəldi, o 2 ayda. Elə onunla da qutardı. Axırda məktublar zadı gəlib çıxmadı. O gec məktubu gəldiyinə görə də çox narahat idik. Onu da
Anası da yuxusunda görmüşdü. Özüm də elə həmən gecəsi yuxuda da gördüm. Nəysə, bəzən yuxular da düz olur. Bir ana kimi çox istərdim ki, mənim də oğlum vətən qarşısındakı hərbi borcunu rahib kimi şərəflə yerinə yetirsin. Sizin oğlunuzu burada, dost Ukrayna torpağında da həmişə xatırlayacaqlar. Çünki rahib kimi qəhrəmanlar heç vaxt unudulmur. Rahibin əziz adı xilas etdiyi insanların, habelə bütün xeyirxah adamların yaddaşından heç vaxt silinməyəcək. Elə bilin ki, bu uşaqlar da sizin evladlarınızdır. Rahibin hünəri onların əməlində, şuurunda və qəlbində daim yaşayacaq. Mən Böyük Vətən müharibəsinin bütün dəhşətlərini görmüşəm. Təbii fəlakət zamanı yaranan o ağır, çətin vəziyyəti elə müharibə şəraiti ilə müqayisə eləmək olar. Əskərlər Çaladidi kəndində əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Müharibədə də biz elə Rahib Məmmədov kimi qəhrəmanların sayəsində qalib gəldik.